Uğura gedən yolda inamsızlığa yeri yoxdur. Sizləri Şirvan Olimpik Stadionundan salamlayıram. Meydanın sol tərəfində İstiqlal futbol komandası məsələ öz evində Olimpik Sabirabadı qarşılayacaq. Ümid edirik, məhsuldar bir oyun keçər. Hər iki komandaya uğurlar arzu edirik. Asif Əhmədov bir qədər geri oynadı. Sənan Nəsirov, Nizami Rızayev. Rəqib oyuncuların pressingi var. Mehdi Məmmədov. Fərid Quliyev. Oyun təzə başlamasına baxmayaraq, məhz Olimpik Sabirabadı pressingi gözlər önündədir. Məhz orada müdaxilə yox idi. Eldar Balakişiyev məhz hakimin xəbərdarlığını gözləyir. Nizami Rızayev'le oynadı. Qayda pozuntusu qeydə almışdı ədalət təmsilcisi. Nizami Rızayev. Qapı qarşısına məhz komanda yoldaşına ötürmə düşündü. Amma Olimpik Sabirabadlı oyuncular burada təcrübəli davrandılar. Təhlükəni bu cür soğuşturmağı bacarırlar. Məhz bunu da xatırladım ki, ötən mövsüm İstiqlal futbol komandası məhz bir eksücü var burada. Bəli, hakim də oyunu dayandırır. Bir standart vəziyyət İstiqlal komandası adına. Bu standart vəziyyəti görə kim dəyərləndirəcək məhz İstiqlal futbol komandası adına? Bu məsuliyyəti kim boyuna alacaq? Topun başında mən Əbilfəz Ələkbərovu görəm. Sənan Nəsirov da kapitan. Bir qədər elə Əbilfəzin gerisindədir. Qapı qarşısına bir ötürmə. Uzaqlaşdırmağı bacarırlar. Bir əks hücum şansı Sabirabad adına. Əbilfəz burada təcrübəli davrandı. Hücumun qarşısına almaq adına yaxşı uzaqlaşdırdı. Bu bir eyb tapşırıq idi. Sürətli başladılar. Məhz rəqibin geriyə oynamasına səbəb oldular. Elcan Məmmədovun da məhz golkipera pressingi var idi. Nizami Rızayev topu hərəkətləndirəcək. Tac atışını yerə yetirəcək. Müdafiənin gerisinə düşündü. Asif Əhmədov. Sonrasında Əbilfəz Ələkbərov. Oyuna başlamasına baxmayaraq temp yerindədir. Hər iki komanda da istəkli görsənir. Asif Əhmədov bir top itkisini dəyərləndirdi.
Əbülfəz yaxşı halda. Məsələ hakim də oyunu dayandırır, offside. Məhz offside bölgəsində Əbülfəz Ələkbərov idi. Bu da xatırladaq ki, İstiqlal komandası ilk dəfədir Region Liqasında çıxış edir. Ötən mövsüm məhz 8-də 1 finaldan məğlub ayrılaraq Region Liqasına qatılmaq haqqını itirmişdilər. Amma bu mövsüm artıq onlar Region Liqasına çıxış edəcək. Başda elə xatırlatdığım kimi ilk dəfədir qatılırlar məhz Region Liqasına. Mehdi Məmmədov müdafiənin gerisinə. Əbülfəz sürətlidir. Məhz orada ikili mübarizədə top itkisi var. Təhlükəli ola bilər. Bir zərbə qapı qarşısına tərs bir vuruş. Qarşılaşmada ilk təhlükəli epizoda şahidlik edirik. Gün zərbəsini yetirəcək İstiqlal komandası. Çox təhlükəli bir hücum idi. Elcan Məmmədzadə və Əbülfəz Ələkbərov tərəfindən. Qapı qarşısına bir ötürmə. Yerdən göndərdi. Olimpik Sabirabad oyuncuları yerində idi. Bir əks hücum şansı. Müdafiənin gerisinə eyni epizod təkrarlanır. Yerdə qaldı. Asif Əhmədovun ötürməsi Əbülfəz üçün sürətli idi. Topu hərəkətləndirirlər. Asif Əhmədov qarşıladı. Əbülfəz top itkisi yaşadmadı. Komandasına kapitan önünü bağlamışdı rəqib oyunçunun. Keçid vermədi. Hücumun sonlanmağına. Amma təhlükə yenə də devam edir. Tam soğuşmayıb bu təhlükə. İstiqlal qapı qarşısında. Elcan Məmmədzadə orada qarşılayan məsələ Fərid Quliyev idi. Yaxşı uzaqlaşdırmağı bacardı Süleyman Mirzəyev. Təhlükə ola bilər amma artıq bu bəs Olimpik Sabirabad qapıcısı üçün çox rahat bir top idi. Bəs üzərinə gələn topu sadə bir şəkildə elə bir qayda pozuntusu daha. Təkrarın topun başında mən Əbülfəzi görürəmmi? Xeyr, Əbülfəz deyil. Səhvimi düzəldim. Məhz kapitan Sənan Nəsirov idi. Meydanda saxlamağı bacardı rəqib oyuncu. Keçid vermir rəqibə. Hücumu sonlandırmağa keçid vermirlər. Hal-hazırda İstiqlal komandası. Murad Şahberadovu biz az əvvəl izlədik. Məhz topu rəqibə itirməmək adına. Tac atışını yerinə yetirdi. Tərk etdi top. Bir əks hücum. Bir qayda pozuntusu daha. Bu dəfə məhz elə ədalət təmsilçisindən sarı kart cəzası alan oyuncu İstiqlal komandasında Nizami Rızayevdir.
və sərt müdaxiləsinə görə sarı kartla cəzalandı. Ədalət təmsilçisi tərəfindən. Bir standart vəziyyət Olimpik Sabirabad adına. Hesab açılacaq bu qarşılaşmada. Az sonra biz buna şahidlik edəcəyik. Eldar Balakişiyev məhz canlı sətdi. Yerləşdir. Məsafələrini qeyd edir orada. Canlı set artıq hazırdır. Eldar Balakişiyev. Qapıda idamlıdır. Hakimin xəbərdarlığı gəldi. Bir zərbə. Məhz bu ünvansız bir zərbə idi. Eldar Balakişiyev başladacaq. Məhz hərəkətlilik qazandıracaq topa. Topu üzərində saxlamağı bacarır İstiqlal futbol komandası. Təhlükəli ola bilər. Əks qamətinə bir ötürmə düşündü. Amma komanda yoldaşına top çatmadı. Bu ötürmə ünvansız idi. Təhlükəli ola bilər. Eldar Balakişiyev təhlükəni soğuşdurur. Hakim də oyunu dayandırır. Bir qayda pozuntusu qeydə alıb. Eldar Balakişiyev təkrardan onunla oynadı. Məhz Elcan Süleymanov. Nizami Rizayev də ötürmə istəyirdi. Arzusuna çatdı. Müdafiənin gerisinə bir fəsi düşündü. Məsələ Olimpik Sabirabad müdafiəçisi uzaqlaşdırmağı bacarır. Oyunun bu dəqiqəsinə qədər hələ də hesab açılmayıb. Tilsimi hər iki tərəfdən biri də qırmağı bacarmayıb. Ötən dəqiqələrdə görək bu tilsimi hansı tərəf birinci qıracaq? Nizami Rizayev başlayacaq da oyunu. Məhz hərəkətlilik qazanmışdı Fərid Quliyev müdafiənin gerisinə, amma müdafiə burada idamlı oynadı. Kapitanla bir qədər riskli bir hərəkət. İzlədik az əvvəl. İkili mübarizəyə şahidlik etdik az əvvəl. Fərid Quliyev. Murad Şahverənov. Məhz bu hücum da sonlanmadı. Murad Şahverənov sürətli başladı. Qapı qarşısında bir ötürmə. Artıq müdafiəçilər burada qarşılamışdı. Bir top itkisi. Seyirdə qalan oyuncu var. Əbülfəz zərbəni endirməyə keçid vermədi rəqib. Əbülfəz Ələkbərov bugün çox istəkli görsənir. Amma o da tilsimi qıranlar arasında deyil. Əfsuslar olsun. Bir tərs diaqonal ötürmə düşünmüşdü. Amma qarşılandı. Nizami Rizayev. Eldar Balakişiyev oynadı. Təhlükəli epizod izlər yaz əvvəl məhz. Rəqibin pressingi var idi.
Kapitan uzaklaştırmağı bacardı. Tehlike devam edir. Bu bir eksi hücum şansıdır. Dikkatli olmaq lazımdır. Bu cür ötürmələrdə, bu cür epizodlarda kapitanın mübarizəsini istədi. Əsl kapitana layık bir mübarizə. Sənan Nəsirovdan başqası değildi. Künc zərbəsini yerinə yetirəcək Olimpik Sabirabad komandası. Artıq İstiqlal futbol komandasının qapısı qarşısında ikinci epizoddur bu təhlükəli olan. Bir zərbə. Məhz ünvansız alanda bu zərbədə. Artıq ikinci zərbədir ki, qapıya endirilən Sabirabad adına ünvansızdır. Mehdi Məmmədov. Bir əksi hücum şansı. Topu özündə saxlamağı bacarmadı məhz Murad Şahverənov. Qarşılıqlı top itkiləri izləyirik. 0-0'lıq bərabərlik hələ də davam edir qarşılaşmada. Bir pas etkisi, bu təhlükəli ola bilər. Elcan Məmmədzadə topu qarşısına atmaq istədi, amma bu bir qədər sərt alındı. Təbii ki də bunu özü də istəməzdi. Çox təhlükəli ola bilərdi bu epizod. Bu cür sonlanmasaydı. Qapıdan zərbə ilə başlayacaq rəqib. Əbülfəz topu qazanmağı bacardı. Süleyman Mirsev keçid vermədi rəqibə. Məsələ artıq oyunun bir qədər hissəsi geridə qalıb. Ünvansız zərbələr var hər iki tərəfdə də. Qol yoxdur. Hələ də tilsim qırılmayıb. Fərid Quliyev. Qapı qarşısında ötürmə. Müdafiə yerində və inamlıdır. Elcan Süleymanov qarşılamışdı. Mehdi Məmmədov bir qədər istədiyi kimi alınmadı. Kapitan qarşıladı. Əbülfəz sürətlənib. Asif Əhmədov kritik bir müdaxilə, təhlükəli ola bilər. Əbülfəz topla tək başını irəliyir. Qapı qarşısında ötürmə bloklanır. Top hələ də önündə da. İçeri doğru ötürmə. Məhz ədalət təmsilcisi topun meydandan çıxdığını qeydə alır. Amma çox təhlükəli bir epizod idi. Əldən qaçdı. Əbülfəz Ələkbarov yenidən qazanır. Qapı qarşısına, amma bu ünvansız ötürmədi mi? Qapıcı İnamlıdır. Havalandı və qazandı topu. Əhmədov. Diagonal bir ötürmə.
Murat Şafiranov qarşılamışdı. Bir qədər geri orada. Eldar Balakişiyev də qalsını tərk elədi. İlk oyunda müdafiənin gerisinə İlçan Məmmədov. Zərbə və gol! İlçan Məmmədzadə, səhvimi də düzəldim. Hesab açılır qarşılaşmada. Bu şansı itirmək olmazdı. Bağışlamaq olmazdı bu səhvi. Artıq tilsim qırılır qarşılaşmada. İstiqlal futbol komandası Elcan Məmmədzadənin qolu ilə 1-0 önə keçir. Minimal üstünlüyü hal-hazırda İstiqlal futbol komandasında da. Daha bir əks hücum bu dəfə Əbülfəzəl Əkbərovda. Ötürmə sahası Məmmədov yerdən göndərdi. Amma bir qədər zəif bir zərbə idi bu. Artıq ilk goldan sonra da inamlıdır. Məhz İstiqlal futbol komandası son müdaxilədə Elcan Süleymanov da gəldi. Bu kritik bir müdaxilə idi. Mehdi Məmmədov. Gözəl hərəkətlər istədi amma bir top etkisi. Mübarizəni buraxmır. Elcan Süleymanov topla irəliyir. Ötürməsi keçmədi. Bir əks hücum şansı. Bərabərlik adına məhz Eldar Balakişiyev üçün bu çox rahat bir zərbə idi. Qarşı alına bilər bir zərbə idi. Asif Əhmədov. Sonrasında Mehdi Məmmədov. Fərid Quliyev. Ötürməsi Asif Əhmədov idi amma bir qədər istədiyi kimi alamadı. Bir zərbə bu da ünvansız alınır. Sabirə bağladı da. Fərid Quliyev. Məhz müdafiənin gerisini düşündü. Amma istədiyi qədər alamadı. İkili mübarizə var. Artıq Elcan Süleymanov da qoşuldu. Kapitan. Kapitandan kritik bir müdaxilə. Təhlükədə sovuşmayıb. Nizami Rızayev qarşıladı. Nizami Rızayev. Ötürməsi keçmir. Məhz qayda pozuntusu var Fərid Quliyev tərəfindən. Diqqətli olmaq lazımdır. Məhz kiçik səhvlər, kiçik toxunuşlar böyük bir gərginliyə məhz komandanı belə bir nəfər azlıqda buraxmağa səbəb ola bilər. Diqqətli olmaq lazımdır. Məsələ bu zərbədə qeyri-dəqiq alınır. Əbülfəzəl Əkbərov. Amma ofsayt bayrağı qalxır havaya. Bir daha məhz Əbülfəzəl Əkbərov üçün bu bir əks hücum şansı da rəqib adına.
Özü indirmək istedi zərbəni ama istediği kimi alamır bu zərbə. Toxunuş var idi mi? Xeyr, toxunuş yox idi, elə birbaşa Eldar Balakişev hərəkətlilik qazandıracaq topa. Asif Əhmədov. O da məhz komandanın yeni üzvlərindəndir. Bir çox oyuncu artıq yenilənib. Ötən mövsümdəki heyət demək olar ki yoxdur. Tam şəkildə olmasa da yenilənən bir İstiqlal futbol komandası var. Fərid Quliyev bir qədər geri oynadı. Mehdinin zərbəsi keçmədi. Yenidən topu qazanmağı başarır. Təhlükəli ola bilər. Əbülfəzi düşündü ama müdafiə inamıdır. Mübarizəni bırakmır Əbülfəz Ələkbərov. Bu oyunlarda elə bu cür davranmaq lazımdır. Mübarizəni bırakmaq lazım değil. Tac atışını Olimpik Sabirabad komandası yerine yetirəcək. Asif Əhmədov qarşıladı. Ötürməsi Murad Şahberanov. Təhlükəli ola bilər. Mehdi Məmmədov qarşılayır müdafiə orada. Təhlükəni bu cür sovuşturur. Məhz bunu xatırladım ki, az əvvəl məhz qarşılaşmada tek golun sahibi İstiqlal futbol komandasının oyuncusu Elcan Məmmədzadəyə aiddir. Bir top itkisi Sabirabad oyuncularından tekrardan qazanmağı başardılar. Qarşılıqlı mübarizələr var meydanda. Məhz artıq hakim də oyunu dayandırmışdı. Qayda pozuntusu qeydə alınıb məhz Sabirabad. Olimpik Sabirabad oyunculara. Fərid Quliyev az əvvəl qarşılamışdı topu. Məhz offside bayrağı yenidən havadadır bu dəfə. Məhz Olimpik Sabirabad oyuncuları üçün. Asif Əhmədov. Süleyman Mirzəyev. Məhz meydanda saxlamağı başarmadı, elə rəqibə tuş gəlmişdi. Bu ötürmə sürətli başladılar. Mehdi Məmmədov. Müdafiənin gerisinə təhlükəli ola bilər bərabərlik adına. Kapı karşısına bir toxunuş. Eldar Balakişev. İcazə vermərəmdir. Keçid vermərəm. Səndən də o top tutmazsa. Məmmədzadə ilə mübarizəsini izlədi az əvvəl. Məhz Olimpik Sabirabad müdafiəçisi ilə olan Məsk müdafiənin gerisinə kapitan özünü çatdırdı. Murad Şahberanov. Məsk mübarizəni itirir.
Müdafiənin gerisinə bir ötürmə. Bilfəz sürətlidir. Məmmədzadə də qoşuldu ama. Qapıcı. Bu dəfə məhz təhlükəni sovuşdurur. Daha bir offside bayrağı daha. Sanki İstiqlal futbol komandası offside estafetini məhz rəqibə bağışlayıb. Oyunun ilk hissələrində İstiqlal futbol komandası ən çox offside'e düşən tərəf idi. 3 dəfə ard-arda. İndi isə Olimpik Sabirabad bir əks hücum şansı. Top etkisi bu təhlükəliydi. Keçid vermədilər. Süleyman Mirziyev. Bəs bağlamışdı yaxın küncünü rəqibin. Uzaqdan yoxladı şansını. Eldar Balakişiyev üçün bu çox rahat bir ötürməkdir. Sürüşmə Fəndi. Bir zərbə. Və bu da geri dəqiqə alınır. Məhz hal-hazırda minimal üstünlük İstiqlal futbol komandasındadır. Tek golun sahibi Elcan Məmmədzadedən gəlmişdi. Gün zərbəsi yerinə yetirəcək Olimpik Sabirabad. Qapı qarşısına uzaqlaşdırmağı bacarırlar. Təhlükə davam edir. Bir əks hücum şansı yarana bilər. Asif Əhmədov. Murad Şahberalovun qarşısını ötürdü. Ama müdafiə daha bir epizodun qarşısını alır başlamadan. Tac atışını yerinə yetirəcək İstiqlal futbol komandası. Oyunun geri qalan hissəsində görək. Hesabı minimaldan daha üst səviyyələrə artıra biləcəklərmi? Psixoloji üstünlük məhz onlarda da hazırda. Həm hesab olsun, həm də məhz psixoloji üstünlük rəqib üzərində gözəl qurulub. Qalibiyyət üçün də məhz elə bunlar lazımdır. Əbülfəz Ələkbərovu düşündü. Uzaqdan indirdi zərbəni, amma ünvansız alınır. Əbülfəz Ələkbərov tələsdi. Məhz bunu ötürməklə də dəyərləndirə bilərdi. Boşda məhz 2 komanda yoldaşı var idi. Elcan Məmmədzadə və bir qədər gerisində Murad Şahberaov idi. Məhz ötürməklə dəyərləndirilə bilərdi. Zərbə yerinə. Təbii ki də meydanda odur. Qərarları komandası adına, öz adına o alır. Asif Əhmədov qarşıladı. Müdafiə idamlıdır. Sənan Nəsirov keçid vermədi. Şəhbəralovun mübarizəsini izlədik az əvvəl. Son müdaxilə Süleyman Mirziyevdən. İtirazlar var. Ədalət təmsilcisi Sabirabad Olimpik Sabirabad oyunçusunu çağırdı adına xəbərdarlıq etdi şifahi olaraq. Məhz sonrasında bu etirazlar və sərt oynama davam edərsə kart çıxardacaq böyük ehtimalla. Tac atışını yerinə yetirəcək Olimpik Sabirabad oyunçuları. Məhz vaxt onların əleyhinə işləyir.
Mehdi Məmmədov inamlı oynadı. Uzaqlaşdırmağı bacarır, təhlükə tapsa vuruşmayıb. Mehdi Məmmədov. Fərid Quliyev. Qapı qarşısına məhz Eldar Balakişeviçin rahat bir ötürməydi, rahat bir zərbəydi bu, ötürmə deyildi. Əbülfəz Ələkbərov topu qazanmağı bacardı, Asi Məmmədov orada. Təhlükəli ola bilər, yerdən göndərdi ama. Müdafiə inamlıdır. Keçid bir-birləri ilk goldan sonra. Yaxşı qapanıb məhz Olimpik Sabirabad müdafiəsi. Tac atışına Nizami Rızayev yerinə yetirəcək. İstiqlal futbol komandası adına. Uzaqlaşdırmağı bacarırlar. Sənan Mirzəyev qarşıladı. Asif Əhmədov özünü yetirdi. Sonrasında Süleyman Mirzəyev. Asif Əhmədov topu qazanmağı başardı. Ötürməsini verdi. Qapı qarşısına. Məhz qapçı yenə yerində və inamlıdır. Keçid bir-birlə rəqibə. Mehdi Məmmədov topu qazanmağı bacarır. Bu bir əks hücum şansıdır. Asif Əhmədov ötürməsini verdi. Elcan Məmməd Zadəyə ama top itkisi hakimdə oyunu dayandırır. Məhz qayda pozuntusu qeydə alınıb ədalət təmsilcisi. Artıq ilk yarının sonları da. Görək ilk yarının sonuna üstün tərəf kim ayrılacaq? Bir zərbə. Ünvansız alınır az fərqlə. Nizami Rızayev. Ötürməsi Əbülfəz Ələkbərova bir müdaxilə var. Topa çatarsa təhlükəli ola bilər ama yetişə bilmir. Məhz Əbülfəz Ələkbərovun topa yetişməyi daha bir təhlükəli epizodun olmasının xəbərdarlığı idi.
Nizami Rızayev oynadı. Mehdi Məmmədov. Süleyman Mirzayev oynadı. Ama ötürmesi bir qədər sürətliydi Murad Şahverənov üçün. Artıq ilk yarının sonlarına gəlib çatmışıq. Son epizodlar, son ötürmələr. Ferit Quliyev sürətlənmişdi topa. Kapı qarşısına bir ötürmə. Qarşılayır İstiqlal futbol komandasının oyuncuları. Bəs müdafiənin gerisine düşündü Nizami Rızayev. Ama daha bir müdaxilə Olimpik Sabirabad oyuncularından geldi. Müdafiənin gerisine Mesircan Mehmetzadəni düşündü. Meydanda saxlamaq mümkün olmadı bu ötürməni. Eldar Balakiyev temkinli davrandı. Onun için rahat bir bu zərbəydi. Söz aralarında bir qədər anlaşmazlıq yarandı Olimpik Sabirabad oyuncularında. Əbülfəz Ələkbərov da presiyə qoşuldu. İndi bir əks hücum şansı da. Ay ay ay. Murad Şahveranov'la geldiler. Tehlikeli bir epizod idi. Karşı alanda. Meydanda. Kapı qarşısında bir ötürmə qarşıladılar. İndi təhlükəli ola bilər. Əbülfəz Ələkbərov. Müdafiə yaxşı bağlamağı bacardı. Keçid vermədilər. Əbülfəz Ələkbərovun təhlükə yaratmasına. Taç atışını yerine getirdiler. Mehdi Məmmədov. Ötürməsi Süleyman Mirzayev. İkili mübarizə var. Murad Şahveranov'la ve artık ilk hissəni bu epizodla sonlandırır. Görək ikinci yarıya, ikinci hissəyə tərəflər necə gələcək? Hansı dəyişikliklər olacaq? Və bu 15 dəqiqə hansı tərəfə daha çox yarayacaq?